Uşaqlar, hər vaxtınız xeyirli uğurlu olsun. Bugündən etibarən 20 variant sınaq imtahanını tək-tək ilk bölmədən başlayaraq izahını verməyə çalışacağam. Dəstəyinizə ehtiyacım var. Dəstəyiniz böyük olsa inşallah bloka qədər hamısını çəkəcəm. Bütün izahları. Burada birincidə deyir ki, informasiyanın neçə növü var? İnformasiyanın 5 növü var. Bu bizim duyğu üzvlərimizlə bağlıdır. Göz, vizual, burun, qoxu, dil, dad, qulaq, səs, dəri, taktil. İnformasiyanın xassəsi deyil. Biz bilirik ki, informasiyanın bir çox xassəsi var. Yəni bunun dəqiq sayı yoxdur. 20-dən çox ola bilər. Ona görə alqoritmin 4 əsas xassəsini əzbərə bilməliyik ki, bunların içindən həmin alqoritmin xassəsini çıxaraq. Bilirik ki, alqoritmin 4 xassəsi var. Diskretlik, müəyyənlik, kütləvilik, nəticəvilik və burada cavab Y variantıdır. İnformasiyanın emal prosesidir. İnformasiyanın emal prosesi elektrik enerjisinin istehsalı, kitab cildlənməsi, elektron məktubun göndərilməsi, mətnin tərcümə edilməsi emal prosesidir. İnformasiyanın növü deyil. Video informasiyası, qoxu, dad, görmə, səs, video burada informasiya növü olmayacaq. İnformasiyanı qəbul edici şəxsin başa düşdüyü şəkildə verilməsi informasiyanın hansı xassəsinə aiddir? Əgər başa düşülən şəkildədirsə, anlaşılıqlıdır. Təbii ki, mən bu testi ingilis dilində izah edəcəm. Bir çoxlarınız bilməyəcəksiniz. Yəni, xarici dilindən təhsil almayanlar təbii ki, çətinlik çəkəcək. Doğru ifadəni müəyyən edin. Cari zamana uyğun olan informasiya aktualdır. Bu doğrudur. Sezar üsulu ilə şifrələnmiş film sözünün şifrini müəyyən edin. Burada biz, məsələn, A variantı ilə getsək, görərik ki, bu F A ilə kodlaşdırılıb. Buradan biz açar sözü tapmalıyıq. 1, 2, 3, 4, 5. Geriyə sol tərəfə 5 addım atır. İ'ni yoxlayırıq. 1, 2, 3, 4, 5 gəlib D-yə düşməlidir. Deməli, A variantı doğru ola bilməz. B variantını yoxlayırıq. F filmi B-yə kimi 1, 2, 3, 4. Deməli, açarımız 4-dür. B ödəyir. İ'ni baxırıq eyni qayda ilə. 1, 2, 3, 4 E-yə gəldi, düşdü, ödəyir. L-ya baxırıq ki, 1, 2, 3, 4 H-a gəldi, ödəyir. Və sonuncu M-yə baxırıq ki, 1, 2, 3, 4 I ödəyir. Ona görə B variantı doğru cavabdır. Yəni, burada biz açarı tapdıqdan sonra bütün hərfləri tətbiq edəndə cavabı bizə doğru verməlidir. Sezar üsulu ilə şifrələnmiş disk sözünün şifrini K5 müəyyən edin. Burada isə biz artıq bizə açar 5 verilib. D-dən 5 mövqedə sağ hissəsində baxırıq. 1, 2, 3, 4, 5 I ilə başlamalıdır. Ona görə C-nin, B-nin olma ehtimalı yoxdur. A, D və Y-də baxırıq ki, hamısı ikinci hərf N-dır. Axırıncı hərflə üçüncü hərf fərqlidir. Sonuncu hərfə baxırıq ki, K-mız 5 mövqedə nə olacaq? 1, 2, 3, 4, 5 P olacaq. Deməli, G-nin olma ehtimalı yoxdur. Və sondan ikinci hərfə baxırıq ki, S-dən 1, 2, 3, 4, 5 mövqe X gəlib X hərfinə düşür. Ona görə Y variantı doğru cavabdır. Şagird Paint proqramda ağ-qara təsviri rəngləyir. O bu təsvir üzərində hansı informasiya prosesini yerinə yetirir? Əgər biz imla yazırıqsa, şəkil çəkiriksə, hər hansı bir prosesi redaktör formatlama ediriksə, o emal prosesi adlanır. İnformasiyanın qrafiki təqdim olunmasına aid deyil. Fotoşəkil qrafika aiddir. Diaqram, sxem, çertyoş, amma səs yazısı qrafika aid deyil. Hansı növ antiviruslar vaksinləşdirmə yolu ilə virusları aldadaraq proqramların yoluxmasının qarşısını ala bilir? Bu bizdə vaksinləşdirmədir, yəni immunizatorlara aiddir. İnformasiyanın kompleks mühafizə sisteminə aid deyil. Proqram aparat mühafizəsi aiddir, təşkilatı mühafizə aiddir, şəxsi mühafizə aiddir, qanunverici mühafizə aid deyil. Üzrlü sayın. Yox, bu da aiddir. Şəxsi mühafizə. Yanlışdır. Bəli, bəli. Digər hamısı informasiya kompleks mühafizə sisteminə aiddir. Antivirus proqramı deyil. Panda, Titanium bilirik ki, antivirus proqramıdır. Avast, Makav, Doktor Web, amma disk defragmentar utilitdir. Uyğunluğu müəyyən edin. Əməliyyat sirrini yaxşı bilən və onun nüvəsini yenidən proqramlaşdıra bilən kompüter mütəxəssisləri
hakerlərdir. Müxtəlif proqramların üzünün çıxarılmasına qoyulan müdafiəni ləğv edə bilən, lakin proqramın zəif yerlərini araşdırıb tapa bilməyə krekerdir. Baxaq. Hakerlik sahəsində kifayət qədər biliyə malik olmayan, lakin digər hakerlərin utilitlərindən istifadə edərək kompüterlərin təhlükəsiz sisteminə ziyan verə biləcək mütəxəssislər isə bu artıq olmalıdır bizdə script keydir. Deməli, biz 3-ə A-nı uyğunlaşdırdıq, 1-ə B-nə haker dedik, 2-yə də kreker dedik. Ona görə Y variantı doğru cavabdır. Bazar günü Arif dostunun evinə qonaq getdi. Dostu ona qarşıdakı dayanacaqdan avtobusa minib geri qayıda biləcəyini dedi. Arif dayanacaqda 3 fərqli nömrəli avtobus gördü və anladı ki, dostunun verdiyi informasiya ona geri qayıtmaq üçün qərar qəbul etməyə kifayət etmir. Dostun verdiyi informasiyanın hansı xassəsi ödənilmir? Burada əslində dəqiqlik xassəsidir, tamlıq xassəsi. Çünki tam informasiya vermiş olsaydı və bu informasiya ona qərar qəbul etməyə kifayət etsəydi, yəni tamlıq xassəsi burada pozulub. Uyğunluğu müəyyən edin. Cari zamana uyğun olan informasiya, bu bizdə aktualdır, 1-ə B uyğun gəlir. Ayrı-ayrı mənbələrdən eyni obyekt haqqında alınan və üst-üstə düşən informasiya etibarlıdır. Başqasının fikrindən asılı olmayan obyektivdir. Ona görə 1-ə B, 2-yə C, 3-ə Y A variantı uyğundur. Kompüter viruslarından qorunma səviyyələrinə aiddir. Virusların kompüterə daxil olmasının qarşısı alınır, doğrudur. Virusların kompüterdə izlənilir, deyil. Virusların növü təyin edilir, deyil. Virus hücumlarının təsiri minimuma endirilirdi. Virus hücumlarının qarşısı alınırdı. Burada alınır, endirilir sözü ilə tapa bilərsiniz. 1, 4, 5 A variantıdır. İnformasiyanın biometrik mühafizə sistemlərinə aiddir. Deməli, gözün qüzehli qışasına görə doğrudur, ovucun temperaturuna görə yox, ovuc içinin tanınmasına görə, nitqin özəlliklərinə görə doğrudur, barmaq izlərinə görə doğrudur, üzün rənginə deyil, üzün quruluşunadır. Ona görə 1, 3, 4 doğrudur, üz cizgisinə görədir. Uyğunluğu müəyyən edin, ictimaiyyətə məxsus proqram təminatı, public domain software. Deməli, gəlirik biz burada nə edirik? Bizdə var ilkin kodu da daxil olmaqla ödənişsiz yayılan proqram təminatı. İlkin kodu daxil olmaqla ödənişsiz yayılan proqram təminatı ictimaiyyətə, şərti, şaviyə, software. Heç birinə aid deyil. Sərbəst olaraq üzü köçürülə bilən və müəllif hüququ ilə qorunmayan proqram təminatı təbii ki, olacaq şavirəyə aiddir. Müəlliflərin yaxud qanuni sahibinin xüsusi mülkiyyəti olan proqram təminatı, bu bizdə softwareyə aiddir, proqram təminatı. Gəlir əldə etmək məqsədi ilə yaradılmış proqram təminatı deyil. Müəllif hüququ ilə qorunan və pulsuz yayılan proqram təminatı isə bizdə mən burada səhvə yol verdim, üzrlü sayın. Deməli, müəllif hüququ ilə qorunan və pulsuz yayılan proqram təminatı Y-dir. Müvəqqəti verilir onlar. 1 ay 15 gün ərzində yoxlayırıq və sonra isə onu nə edirik? Limitsiz olaraq ödəniş edərək işlədirik. Və 1-ə də onda o zaman bizim sərbəst olaraq üzü köçürülə bilən uyğun gələcək. B. 1B, 2Y, 3C, Y variantıdır. 20-ci. Uyğunluğu müəyyən edin. Mətn informasiyası, ədədi informasiyası, səs informasiyası. Riyazi ifadələr, ədədlər, tarix və zaman təbii ki, ədədiyə aid olacaq. Suyun şırıltısı, telefon zəngi, quşların səsi səsə aiddir. Film, klip, video, çarx heç birinə videoya aiddir. Şəkillər, sxemlər, çetyojlar qrafika aiddir. Şeir, hekayə, reklam yazısı mətnə aiddir. Ona görə 1Y, 2A, 3B C variantı. Növbəti bizdə deməli süzgəc antivirus proqramlarının fəaliyyəti. Süzgəcdə izləyir, nəzarət edir, açar sözdür.
Baxırıq ki, elə A variantında bu yazılıb. Virusların çoxalma və zərər vurma məqsədi ilə əməliyyat sisteminə etdikləri müraciətləri tutur, təhlükəli əməliyyatları nəzarət edir. Sonra informasiyanın yadda saxlanması prosesi deyil. Mətnin oxunması ötürülməsidir, saxlanma deyil. İnformasiyanın ötürülməsi prosesində iştirak edən elementləri ardıcıllıqla müəyyən edin. Bu daha lakonik belə izah edə bilərəm ki, informasiya mənbəyi olmalıdır. Birinci, məsələn, telefonda nömrə yığırıqsa kodlaşdırırıq. Rabitə kanalı bizim zəngimizi ötürür alıcıya və qəbul edən şəxs dekodlaşdıraraq, zəngimizi açaraq qəbul edir. Ona görə ardıcıllıq bu şəkildə olacaq. Troyan virusların növlərini müəyyən edin. Troyan virusların növləri uzaqdan idarə etmə proqramlarıdır, reklam proqramlarıdır və cəsuslardır. Uzaqdan idarə etmə proqramları bir dəfəlik sizin kompüterinizə daxil olur və şəxsi məlumatları uğurlayır. Reklam vaxtaşırı sizin məlumatlarınızı göndərir. Cəsuslar da gün aşırı bütün gördüyünüz gün ərzində məlumatları cinayətkara göndərir. Müəllim dərs izah edərkən şagirdlər hansı növ informasiya qəbul edirlər? Həm görmə, həm də səs. İnformasiyanın biometrik mühafizə sistemlərinə aid olanı müəyyən edin. Barmaq izinə görə tanınma, ayaq izinə görə deyil, üzə görə tanıma, dırnaq deyil, nitqin özəlliklərinə görə tanıma. Ona görə 1, 3, 5-dir burada cavab. Uyğunluğu müəyyən edin. İnformasiya xassəsi, informasiya prosesləri. Burada da uşaqlar çətinlik çəkir. Xassə tamlıqdır. Diskretlik deyil. Diskretlik biz demişdik ki, alqoritmindir, amma anlaşıqlıq götürəcəyik. Yəni, diskretlik heç birinə aid deyil. Proses isə ötürülmə emaldır. A-Y. Ona görə 1-ə C-D, 2-ə A-Y. Gəldik Apple sözü, K1, Home sözü ilə K2 açarlar Sezar üsulü ilə şifrələnərək uyğun olaraq ifadələri alınıb. K1 və K2 açarlarını uyğun olaraq təyin edib yeni qiymətinə uyğun table sözünün şifrini müəyyən edin. Deməli, əgər ki Apple-dan et tipi alınıbsa, A görək nə ilə neçə açarla kodlaşdırılıb? Baxırıq A-dan Y-yə neçə mövqedir? 1, 2, 3, 4. Deməli, K1-imiz 4-dür. Yenə də yoxlayaq. P-miz də 4-dür. 1, 2, 3, 4. Bəli, T ilə. Keçirik Home sözünə. H-ımız K ilə şifrələnib. 1, 2, 3. O da 3 mövqeydədir. Və yeni alınmış bizdə K-mız 7 olacaq. Açarımız əgər 7-dirsə, bizə düşür ki, table sözünü kodlaşdırmaq. T-nı 7 açarla kodlaşdırsaq, 1, 2, 3, 4, 5, 6, 7 gəlir A-ya düşür. Yəni, baxmayaraq ki, Z-dən bitdi, başlığa keçid edirik. A-nı 1, 2, 3, 4, 5, 6, 7 H-a düşür. B 1, 2, 3, 4, 5, 6, 7 İ-yə düşür. L 1, 2, 3, 4, 5, 6, 7 S-ya düşür. Və sonuncu Y-miz 1, 2, 3, 4, 5, 6, 7 L-ya düşür. Alındı belə bir kod. Sonra 29-da A ədədinə aşağıda göstərilmiş əmrlər tətbiq edilir. A ədədinə 1 əlavə et, alınan nəticəni kvadrata yüksəlt, alınan nəticədən 2 çıx. Bu əmrlər ardıcılığı ilə 2 dəyişəninə tətbiq olunarsa, A dəyişənin qiyməti bu prosesdən sonra necə olar? Bizim 3 dənə komandamız var. Birinci komanda 1 əlavə edir, ikinci komanda kvadrata yüksəldir, üçüncü isə 2 çıxır. Bu ardıcıllıqla, burada verilmiş ardıcıllıqla biz bu 2 üzərində əməliyyatlarımızı aparacağıq. 2 birinci 1-i tətbiq ediblər. 2-nin üzərinə 1 gəlirik. 2-nin üzərinə 1 gəlirik, 3 alınır. Sonra 3-dən 2 çıxırıq. 3 komandasını icra edirik. 1 alınır. Sonra kvadrata yüksəldirik. İkinci komandanı icra et deyir. Kvadrata yüksəldəndə nəticə yenə 1-dir. Sonra 1 əmri 1 əlavə edirik. 2 alındı. Sonra 3 icra edirik. 2 çıxırıq. Yenə 0 alındı. Sonra axırıncı bizdə 1 əməliyyatıdır. O da 1 əlavə edəndə cavab
1 alınır. Sonra və sonuncu, rəqəmləri müxtəlif olan ixtiyari 3 rəqəmini natural ədədin rəqəmlərinin kvadratları yanaşı yazılaraq yeni ədəd alınır. Alınmış yeni ədədin rəqəmləri cəminin ən çox neçə ola biləcəyini müəyyən edin. Deməli, əgər rəqəmləri müxtəlif olan ixtiyari 3 rəqəmin natural ədədin rəqəmlərinin kvadratları yanaşı yazılaraq yeni ədəd və bizə lazımdır ki, ən çox neçə ola bilər. Biz deməli burada nə götürə bilərik? Ən çox olması üçün 9 rəqəmləri müxtəlif olan ixtiyari 3 rəqəmini natural ədədin rəqəmlərin kvadratları yanaşı yazılaraq yeni ədəd alınır. 9, 8, 7 ədədidirsə 9-un kvadratı 81 ən çox neçə ola biləcəyini 64, 49. Və bunları topladıqda 8, 1, 6, 4, 4, 9 olacaq 9, 15, 19, 23 və 32. Cavab eləyir 32. Diqqətiniz üçün təşəkkür edirəm.